istəyirsiniz. Burada tam yeniləməkdə ifadə verə bilərsiniz və bu ziddiyyətli hallar sinəliyə şərt olur. İkinci məsələ darıxmır. İkinci məsələ bundan ibarət ki, siz iqtidar burada istənilən suala cavab verməyə bilərsiniz, susmaqla istifadə edə bilərsiniz. Bu da sinəliyə şərt olmayacaq. Aydındır, verilən suallara cavab vermədən və yaxud da verdiyiniz suallara sonradan denk təşkil edərsiniz. Bunlar da sizin hüquqlarınızdır. Aydın istədikləri, yəni susma hüququnuz var, ən əsas hüququnuz bu sizin yanınızda şərt olmayacaq, siz danışmamışsınız, çox gözəl. Yanında ifadə versəniz də bu da sinəliyəcə şərt olmayacaq. Dediklərim sahibi olduğunu... Mənim bir sualım var. Suala tanıdım. Birdən birə 5-ci sinifə kitab oxuya bilmirdi. O mərhəli o iqtihamı elan etmək. Həmin iqtihamda özünüzü təqsir edirsiniz, yoxsa? Xeyr, əsla. Əsla təqsir edirsiniz. Tərəflər, Eymən, sübutlar tədqiqatını bildirin, yəni. Dərgi dövlət dövrdə təqsirləndirilirlər, sonra şərtlər bildirilsin, sonra istiqlal sənətlər tətbiq olunsun. Ay, tamam, prokuror deyil. Tamam, etbilirsin. Deməli, biz qərara gəldik ki, sinif ifadələrinə başlayaq. Sizlər, buyurun, səhvət ifadələrinizi verin. Vaxtın qənaətlə və lüzumsuz uzatmadım. Buyurun. Çəkirlər. Məhkəməyə. Həmkarlarım və anam baxın. Məhkəməyə üzrü. Baxıram, üzrü tuturam sizə. Buyurun. Anacan, sən mənə necə tərbiyə vermişsənsə, o tərbiyə ilə də yaşayıram. Bu mənə qarşı olan qərəzli, səbəbsiz, mən narkoman deyiləm. Həmən şeylərdə Yasamal rayon baş polis idarəsinin əməkdaşları mənim elimə gəldilər. Qollarım tərtəmiz, analizlər tərtəmiz. Ne istəyirlər mənim canımdan? Atam yox, evladım yox, anam ikinci qrup əlim. Mənim adıma ev yoxdur. Niyə belə işləyir? Əgər işləyə bilmirlərsə, o zaman ərizələrini yazsınlar, xaric olsunlar. Onlar necə ola bilər ki, anamın adına alan evə gəldilər, baskın elədilər, orada yox, sanksiya yox.